Abbasov Ağbaba Səfəroğlu 14 mart 2002-ci ildə Şabran rayon Uzunboyat kəndində anadan olub. Uzunboyat kənd orta məktəbində orta təhsil alıb. Sabirabad Dövlət Sosial İqtisadi Kollecində təhsilini davam etdirib. Kolleci bitirdikdən sonra hərbi xidmətə gedib. Hərbi xidmətinin ilk 5 ayını Ağcabəddə Ensali hərbi hissədə olub. Azərbaycan ordusunun əsgəri olan Ağababa Abbasov 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğal altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Kəşfiyyat qrupunun manqa komandiri olaraq iştirak edib. Xocavəndin, Füzulinin azad olunması uğrunda döyüşlərdə savaşıb. 29 sentyabr 2020-ci ildə Füzuli rayonunun istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Vətən uğrunda Xocavəndin azad olunmasına görə, Füzulinin azad olunmasına görə və igidliyə görə medalları ilə təltif edilib. Şabran rayon Uzunboyat kənd qəbristanlığında dəfn edilib. Məkanı cənnət olsun şəhidimizin.